Şakro Molodoyun qərar üçün dəvət etdiyi yeganə Azərbaycanlı. Rusiya kriminal aləmində son günlərin ən çox müzakirə edilən mövzusu Moskvada keçirilmiş oğru yığıncağıdır. Yada salaq ki, həmin toplantını Rusiyada nömrə 1 qanuni oğru hesab edilən Gürcüstanda doğulmuş Yezidi Kürdü Zaxari Kalaşovun Şakro Molodoy təşəbbüsü ilə keçirilib. Qeyd edək ki, oğru yığıncağında iştirak edən yeganə Azərbaycanlı Vaqif Süleymanov, Vaqif Bakinski və diplomat Vaqif kimi tanınır, iştirak edib. Bu o anlama gəlir ki, Rusiya kriminalı yeganə olaraq Vaqif Bakinskinin legitimliyini tanıyır. Vaqif Süleymanov uzun müddətdir Rusiyada, xüsusilə də Moskva vilayətində Azərbaycan mafiyasının ən tanınmış və nüfuzlu liderlərindən biri hesab olunur. Musavat.com Vaqif Bakinski haqda məlumatları təqdim edir. Vaqif Mədəd oğlu Süleymanov 1965-ci il avqustun 15-də Gürcüstanda anadan olub, uşaqlığı orada keçib. Rusiya mediası onun gah Tiflis, gah da Marneolidə dünyaya gəldiyini yazır. Vaqifin 7-8 yaşı olanda ailəsi Bakıya köçüb və xeyli müddət burada yaşayıb. Vaqif Süleymanovun həyatının Bakı dövrü barədə çox az şey məlumdur. Təsdiq olunmayan məlumata görə o, hələ cavan ikən həbsxanaya düşsə də azadlığa çıxandan sonra Bakıya qayıdıb. Onun tac qoyma mərasimində Nardaranlı Mir Seymur, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Masallı Mamed Qoca iştirak ediblər. Vaqif Bakinski Rusiyada cinayət yoluna digər oğrular, Asiya və ya Qafqazdan olan mühacirlər kimi başlayıb. Ded Xasanın, Aslan Usoyan himayəsi altında. O, öldürüləndən sonra Vaqif Şakro Molodoyun, Zaxari Kalaşov tərəfini tutub və onun himayəsinə keçib. Vaqif Bakinskinin həbsi və məhkumluğu, törətdiyi cinayətlərin sayı, çəkdiyi həbs müddətlərinin dəqiq siyahısı yoxdur. 2006-cı ildə Moskvada üzərinə baxış zamanı 33 qram həşiş aşkar edilərək saxlanılıb. Xakasiyada ümumi rejimli cəza çəkmə müəssisəsində 3 il 6 ay dustaqlıq həyatı yaşayıb. 2013-cü ilin noyabrında yenidən saxlanılıb, boynuna daha ağır maddə qoyulub. Vaqif Bakinski 3 əl altısı ilə Moskvalı biznesmendən külli miqdarda pul alıb və həmin məbləği köçürərkən saxlanılıblar. Sahibkar pulun ondan zorla alındığını etiraf edib. Lakin Süleymanov dəmir barmaqlıqlar arxasında uzun müddət qalmayıb. Hazırda Vaqif Süleymanov azadlıqdadır, şəffaf bizneslə məşğuldur və bu sahədə nüfuzlu şəxs sayılır. O, həm də 2016-cı ildə qətlə yetirilən Rövşən Caniyevlə Lənkəranski aralarında yaranmış məşhur münaqişəyə görə də tanınır. Həmin anlaşılmazlıq hələ Aslan Usoyanın sağlığında baş verib. Məlumata görə 2010-cu ilin yazında Vaqif Bakinski Rövşən Lənkəranski arasında səbəbi bəlli olmayan münaqişə başlayıb. İddialara görə həbsdə olan Vaqifin Lənkəranski ilə telefon söhbəti gərgin keçib, bir-birinə qarşı xoşagəlməz ifadələr işlədiblər. Söhbət o həddə çatıb ki, Caniyev onu vuracağını deyib. Və Süleymanov tezliklə həbsdən buraxılıb və onlar 2010-cu ilin avqustunda münasibətlərini aydınlaşdırmaq üçün Sxodkaya toplaşıblar. Rövşən Lənkəranski tərəfdən söhbətə Cemal Mikeladze də, Cemo bir neçə il bundan əvvəl vəfat edib, qoşulub. Vaqif isə görüşə Ded Xasanı təmsil edən Vasif Voskreslə gəlib. Sxodka məhz Cemo söz alandan sonra davaya çevrilib. Onun Azərbaycanlı qanuni oğruya iradına Vaqif adekvat cavab verib. Cemo Vaqifi vurmaq istəyərkən özü zərbə alıb. Bu Sxodka Rusiyanın kriminal dairələrində dərhal ciddi müzakirə mövzusuna çevrilib. Deyilənlərə görə nəticədə Lənkəranski və Cemo bu hərəkətə görə Vaqif Süleymanovdan üzr istəyiblər.